Məhsul çeşidi olaraq çeşidimiz var idi. Yəni bizim bəyəndiyimiz, təbii ki, bizim məbləğimiz balaca bir məbləğ, kiçik bir məbləğ idi, amma ona uyğun ən azından bizə lazım olan çeşidliliyi təmin elədi Toğrul bəy bizə. Buna da bir ulduz. Məhsul keyfiyyət olaraq, keyfiyyətdən təbii ki, çox üstün bir modellərdir. Yəni bu modelindən başqa digər zəif modelləri biz müqayisə edə bilmirik. Amma qiymət olaraq da gördüyünüz kimi demək olar ki, digər mağazaların 2 qatına gəldi, çıxdı. Yəni ola bilər ki, keyfiyyət istəyirsiniz. Bunu da bilin ki, keyfiyyət istəyirsinizsə sizə rahat bir 2000 manat lazımdır ki, bu səviyyədə keyfiyyətdə. Hələ biz AGV-nin ən ucuz kaskasını, ən ucuz kurtkasını, ən ucuz, hər şeyin ən ucuzunu seçmişdik. İnformasiya səviyyəsi əla idi, hətta üst səviyyə bir informasiya verdi. Toğrul bəy bizə marka haqqında, branding haqqında, hər bir şey haqqında bizə dərindən detallı məlumat verdi. Səmimiyyət olaraq super bir səmimiyyətimiz oldu. Dedik, güldük, əyləndik. İnşallah ki, siz də bu videoda əylənəcəksiniz. Endirim olaraq bizə yaxşı bir endirim verdi. Yəni 7-8% aralığında bir endirim verdi. Ona da bizdən bir ulduz. Mağaza mühiti təmizlik və rahatlıq. Hətta biz arxada qardaş biz danışa-danışa motosikletləri təmizləyir, geyimləri təmizləyir. Onlar da bizdən ulduz alır. Satıcının bilik və peşəkarlığına isə 10 üzərindən 10 puan verirəm. Bu videonun sonuna gəldik. Özünüz seçiminizi yazın. 3 mağaza içində bu qiymət aralığında hansı variantı seçirsiniz? Rəylərinizi yazın, biz də baxaq. Səmimiyyətimizə inanın, burada bizim heç bir qazancımız və ya reklam xarakterli bir iş görmürük. Sadəcə verilən suallarımızdan yola çıxaraq 1000 manat büdcəyə hansı mağazada nə geyim ala bilərik seriyasını çəkdik və bu seriya davam edəcək. Hələlik Qara Geyimli Adamda izləmədə olun, abunə olun, like atın və videolara paylaşın dostlarınızla, hamı görsün.